Salam dostlar, bugün böyle bir geometri sorusu yüzden halledeceğiz. Açıortay bölümünden, tembelin bölümünden ABC ve ADS iki tane dik üçgen verilib ve verilenler sağda gördüğünüz gibi BY 3, CD 5'tir. Bizden AC'ni soracaktır. Bunun için biz tembelin xüsusiyyətindən ve benzerlikten istifadə edərək əvvəlcə buraya bir AA bucağı yazmış olaram. Dolayısıyla bəzən dərslərdə fərqli taktiklər tətbiq etmiş oluruq. AB olarak işaret ettiğim zaman elə bilin ki, ABY üçgənin içərisində A artı B kiçik bucaqları nəzərdə tuturam. 90 kimi tamamladığım zaman qarşılıqlı bucaqlarda B olduğu zaman və ADS üçbucağında da 90AB tamamlanacaq. Yəni bütün misalın içərisində, bütün dik üçgənlərin hamısında elə bilin ki, A artı B'ni 90 kimi götürmüş olalım. Dolayısıyla burada ikizkenar üçgen formalaşır 5. Ve ABC düzbucaqlı üçbucağında dik üçgenində mən tembelin xüsusiyyətini 3'ün 5'e nisbəti sanki 3K'nın 5K'ya nisbəti kimi, yəni mütənasibliyi kimi götürmüş olurum və dolayısıyla burada yenirəm Pifagoru tətbiq etmiş olurum. Yəni 3K kare artı 8'in karesi eşittir 5K'nın karesinden. Bu da olacak ne? 9K kvadrat üste gel 64 beraberdir 25K kvadrat. 64 beraberdir 16K kvadrat. K kvadrat beraberdir 4'e. K da neye beraberdir? 2'ye. K'nı 2 tapdıqdan sonra AC'ni istediğine göre 2'ni 5'e vuranda ne olacak? 10 olacak. Yani B bəndi olmuş olacaktır.